Yaz mövsümündə temperaturun 15 dərəcə və daha yüksək olması qəhvəyi mərmər bağacığının qışlama mərhələsindən çıxaraq aktiv inkişaf fazasına keçməsi ilə müşahidə olunur. Bu dövrdə zərərvericinin sürətlə yayılmasının qarşısını almaq üçün vaxtında və sistemli mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mütəxəssisləri tərəfindən zərərvericinin izlənilməsi və yayılma arealının müəyyən edilməsi üçün əkin sahələrində feromon tələlər quraşdırılır. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı və müxtəlif meyvə bitkilərinin məhsuldarlığına zərər verən, karantin tətbiq edən zərərvericidir. Feromon tələlər monitorinq olunanda və rast gəlsək ki, bu bir feromon tələdə 10 dənədən artıq bağacıq, böcək rast gəlinirsə, burada cəlb etmə stansiyası quracağıq. Lokal bir yerdə, cəlb olunmuş yerlərdə ağaclara baxacağıq. Harada rast gəlirsə, həmin ağacları dərmanlayacağıq. Son vaxtlar bu zərərvericilər həddindən artıq çoxaldığına görə noyabr-dekabr aylarında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri gəlib yerlərdə baxış keçirərək, çardaqlarda, onların gizlənmə yerlərində araşdırma apardılar, yoxladılar, olanları məhv elədilər, dərman preparatları ilə mübarizə apardılar. Zərərvericinin aktiv inkişaf mərhələsində fermerlər əkin sahələrini mütəmadi nəzarətdə saxlamalı, qəhvəyi mərmər bağacığı və ya ona bənzər zərərvericilər müşahidə etdikdə dərhal bitki mühafizə mütəxəssislərinə müraciət etməlidirlər.